Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz sıra hərəkətləri. Sıra hərəkətləri fiziki tərbiyə dərsinin təşkili və keçirilməsində, eyni zamanda müxtəlif idman tədbirlərinin keçirilməsi zamanı iştirakçıların idarə edilməsində müstəsna əhəmiyyətə malikdir. Bu hərəkətlər şagirdlərin nizam-intizam, təşkilatçılığın tərbiyə olunması, düz və gözəl qamətin, yerişin, komandalı fəaliyyətin, hərəkət tempi və ritmi, hissi inkişafının formalaşmasının vasitəsi hesab oluna bilər. İdman zalında sıra hərəkətlərinin istifadə olunmasını asanlaşdırmaq məqsədi ilə zal şərti olaraq bir neçə hissələrə bölünür. Birinci, mərkəz. 2. Yuxarı sağ künc. 3. Yuxarı sağ künc. 3. Yuxarı sol künc. 4. Aşağı sağ künc. 5. Aşağı sağ künc. 5. Aşağı sol künc. 6. Yuxarı orta hissə. 7. Aşağı orta hissə. 8. Sağ orta. 9. Sol orta. Dedik ki, müəllimlər, idman zalında sıra hərəkətlərinin istifadə olunmasını asanlaşdırmaq məqsədi ilə zal şərti olaraq 9 istiqamətə bölünür. 9 istiqamətə bölünür. 1. Mərkəz. 2. Yuxarı sağ künc. 3. Yuxarı sol künc. 4. Aşağı sağ künc. 5. Aşağı sol künc. 6. Yuxarı orta hissə. 7. Aşağı orta hissə. 8. Sağ orta. 9. Sol orta. Düzülüş. Düzülüş nədir? Düzülüş şagirdlərin birgə hərəki fəaliyyət üçün yerləşməsidir. Düzülüş şagirdlərin birgə hərəki fəaliyyət üçün yerləşməsidir. Düzülüş müəllimlər iki formada, sıra və cərgə formasında həyata keçirilir. Sıra və cərgə. Dedik ki, düzülüş nədir? Şagirdlərin birgə hərəki fəaliyyət üçün yerləşməsidir. Düzülüş iki formada, sıra və cərgə formasında həyata keçirilir. Sıra. Sıra nədir? Şagirdlərin düz xətt üzərində bir-birinin boynu arxasında yerləşməsi ilə düzülüşüdür. Sıra nədir? Şagirdlərin düz xətt üzərində bir-birinin boynu arxasında yerləşməsi ilə düzülüşüdür. Cərgə. Cərgə nədir?
Cərgə şagirdlərin düz xətt üzərində yan-yana yerləşməsi ilə düzülüşüdür. Cərgə şagirdlərin düz xətt üzərində yan-yana yerləşməsi ilə düzülüşüdür. Cinah nədir? Cinah sıranın və ya cərgənin sağ və sol qurtaracağıdır. Cinah sıranın və ya cərgənin sağ və sol qurtaracağıdır. Dönmələr zamanı cinahın adı dəyişmir. Front. Front nədir? Front, müəllimlər, düzülüşdə yerləşənlərin baxdığı istiqamət, tərəf. Düzülüşdə yerləşənlərin baxdığı istiqamət, tərəf front adlanır. İnterval. İnterval nədir? İnterval cərgədə düzülüşlə şagirdlər arasında olan məsafədir. İnterval cərgədə düzülüşdə şagirdlər arasında olan məsafədir. Adətən bu məsafə yan-yana yerləşmiş şagirdlərin dirsəkləri arasında əl aynasının eninə bərabər olmalıdır. İnterval nədir dedik? Cərgədə düzülüşdə şagirdlər arasında olan məsafədir. Adətən bu məsafə yan-yana yerləşmiş şagirdlərin dirsəkləri arasında əl aynasının eninə bərabər olmalıdır. Məsafə. Məsafə nədir? Məsafə, müəllimlər, sırada düzülüşdə şagirdlər arasında olan məsafədir. Məsafə sırada, interval dedik ki, cərgədə düzülüşdə şagirdlər arasında olan məsafədir. Məsafə isə sırada düzülüşdə şagirdlər arasında olan məsafədir. Normada şagirdin irəliyə uzanmış qolu qədər olmalıdır. Normada şagirdin irəliyə uzanmış qolu qədər olmalıdır. İstiqamətçi. İstiqamətçi kimdir? İstiqamətçi, müəllimlər, sırada birinci irəliləyən şagird. Sırada birinci irəliləyən şagird istiqamətçidir. Sonuncu. Sonuncu, sıranın sonunda duran şagird. Sonuncu, sıranın sonunda duran şagird. Sıra hərəkətləri, müəllimlər, aşağıdakı qruplara bölünür. Gəlin baxaq. Sıra fəndləri. Sıra hərəkətləri aşağıdakı qruplara bölünür. Sıra hərəkətləri, düzülüş və yenidən düzülüşlər, düzülüş və yenidən düzülüşlər, irəliləmələr, irəliləmələr, seyrəlmələr və sıxlaşmalar. Sıra hərəkətləri dedik ki, müəllimlər, aşağıdakı qruplara bölünür. Sıra fəndləri, düzülüş və yenidən düzülüşlər, irəliləmələr, seyrəlmələr və sıxlaşmalar. Sıra hərəkətləri aşağıdakı komandalarla icra olunur. Sıra hərəkətləri, müəllimlər, aşağıdakı komandalarla icra olunur. Düzül komandası. Bu komanda ilə, düzül komandası ilə şagirdlər müəllimin göstərdiyi sıraya sağda, solda, ortada düzülərək əsas duruş vəziyyəti alırlar. Düzül komandası ilə şagirdlər
müəllimin göstərdiyi sıraya sağda, solda, ortada düzülərək əsas duruş vəziyyəti alırlar. Əsas duruş. Əsas duruş fiziki tərbiyədə bu sıra duruşu mənasını verməklə şagirdin dabanlar bir yerdə, pəncələr bir pəncə enində, aralı, qıçlar və çiyinlər düz, qollar sallanmış barmaqlar yarım bükülü vəziyyətdə, baldırın orta xəttinə sıxılmış, baş düz istiqamətdə, baxışlar düz irəliyə istiqamətlənərək duruş vəziyyətini özündə ehtiva edir. Əsas duruş nədir? Fiziki tərbiyədə bu sıra duruşu mənasını verməklə şagirdin dabanlar bir yerdə, pəncələr bir pəncə enində aralı, qıçlar və çiyinlər düz, qollar sallanmış, barmaqlar yarımbüklü vəziyyətdə baldırın orta xəttinə sıxılmış, baş düz istiqamətdə, baxışlar düz irəliyə istiqamətlənərək duruş vəziyyətini özündə ehtiva edir. Düzülən komandası. Bu komanda ilə müəllimlər, şagirdlər pəncələrini bir xətt üzrə düzəldərək sırada əsas duruş vəziyyətini alırlar. Başı sağa döndərərək özündən əvvəlki 4-cü şagirdin sinəsini görürlər. Düzülən komandası ilə şagirdlər pəncələrini bir xətt üzrə düzəldərək sırada əsas duruş vəziyyətini alırlar. Başı sağa döndərərək, yəni müəllimin verdiyi komandaya müvafiq olaraq sağa düzülən, sağa döndərərək özündən əvvəlki 4-cü şagirdin sinəsini görürlər. Fərağat komandası. Fərağat. Bu komanda ilə şagirdlər tez əsas duruş vəziyyətini alırlar. Fərağat komandası ilə şagirdlər tez əsas duruş vəziyyətini alırlar. Fərağat komandası verildikdə dərhal sıra duruşuna keçilməli və tərpənilməməlidir. Baxın müəllimlər, əmr verildikdə və alındıqda, raport verildikdə, hərbi qulluqçular bir-birinə müraciət etdikdə, Azərbaycan Respublikasının dövlət himni ifa edildikdə, əskəri salam və komandalar verildikdə, fərağat vəziyyəti komandasız alınır. Azad komandası. Bu komanda ilə şagirdlər öz yerlərini dəyişmədən sağ və sol dizi azacıq bükərək sərbəst dayanırlar. Azad komandası ilə şagirdlər öz yerlərini dəyişmədən sağ və sol dizi azacıq bükərək sərbəst dayanırlar. Olmadı komandası. Bu komanda ilə şagirdlər indiki vəziyyətlərindən bundan əvvəlki komanda ilə aldıqları vəziyyətə qayıdırlar. Olmadı komandası ilə şagirdlər indiki vəziyyətlərindən bundan əvvəlki komanda ilə aldıqları vəziyyətə qayıdırlar. Dağılın komandası. Bu komanda ilə şagirdlər sərbəst fəaliyyət üçün dağılışırlar. Dağılın komandası ilə şagirdlər sərbəst fəaliyyət üçün dağılışırlar. Sıra ilə say komandası. Sıra ilə say. Sinifdə olan şagirdlərin sayını müəyyən etmək üçündür. Yəni sıra ilə say komandası müəllimlər sinifdə olan şagirdlərin sayını müəyyən etmək üçündür. Sıra ilə say komandası verilir. Hər bir şagird başını sol tərəfə döndərərək özünün sıra sayını deyir və başını əvvəlki vəziyyətə qaytarır. Cərgənin sonunda sol cinahdakı tamamlayıcı şagird bir addım irəliyə çıxır
öz sıra sayını veya say kurtardı deyir. Dönmələr. Gəlin dönmələrə baxaq. Sağa dön. Sağa dön komandası. Sağa dön müəllimlər. Sağ çiyin tərəfdən sağ daban ilə sağ çiyin tərəfdən sağ daban sol pəncə ilə 90 dərəcə bucaq altında yerinə yetirilir. Sağa dön komandası sağ çiyin tərəfdən sağ daban sol pəncə ilə 90 dərəcə bucaq altında yerinə yetirilir. 90 dərəcə. Sağa dön. Yarım sağa dön. Yarım sağa dön. Sağ çiyin tərəfdən sağ daban sol pəncə ilə 45 dərəcə bucaq altında yerinə yetirilir. Yarım sağa dön. Sağ çiyin tərəfdən sağ daban sol pəncə ilə 45 dərəcə bucaq altında yerinə yetirilir. Sola dön. Sola dön komandası sol çiyin tərəfdən sol daban sağ pəncə ilə 90 dərəcə bucaq altında yerinə yetirilir. Sola dön komandası dedik ki, sol çiyin tərəfdən sol daban sağ pəncə ilə 90 dərəcə bucaq altında yerinə yetirilir. Yarım sola dön. Yarım sola dön komandası müəllimlər. Sol çiyin tərəfdən sol daban sağ pəncə ilə 45 dərəcə bucaq altında yerinə yetirilir. Yarım sola dön. Dedik ki, sol çiyin tərəfdən sol daban sağ pəncə ilə 45 dərəcə bucaq altında yerinə yetirilir. Geriyə dön. Geriyə dön müəllimlər. Sol çiyin tərəfdən sol daban sağ pəncə ilə 180 dərəcə bucaq altında yerinə yetirilir. Yerində və irəliləmələr zamanı dönmələr sağa dön, sola dön, geriyə dön, yarım sağa, sola dön komandaları ilə həyata keçirilir. İrəliləmələrdə müəllimlər icra edici komandalar iki hissədən ibarətdir. İrəliləmələrdə icra edici komandalar iki hissədən ibarətdir. Xəbərdar edici və icra edici. Və icra edici. Dedik ki, irəliləmələrdə icra edici komandalar iki hissədən ibarətdir. Xəbərdar edici və icra edici. Sağa döndükdə sağ addım altında, sola döndükdə isə sol addım altında yerinə yetirilir. Bax, məsəl üçün, müəllim deyir ki, sağa, yəni bu xəbərdar edici. Dön, dön komandasını verir, bu icra edicidir. Xəbərdar edici, irəliləmələrdə icra edici komandalar dedik ki, iki hissədən ibarətdir. Xəbərdar edici və icra edici. Düzülüşlər və yenidən düzülüşlər. Düzülüş nədir? Düzülüş müəllimin komandası ilə müəyyən sıra vəziyyəti almaq üçün icra edilən fəaliyyətdir. Düzülüş müəllimin komandası ilə müəyyən sıra vəziyyəti almaq üçün icra edilən fəaliyyətdir. Cərgədə düzülüş nədir? Cərgədə düzülüş sinif
1, 2, 3 və sair cərgəyə düzül komandası ilə yerinə yetirilir. Müəllim bu komandanı verərkən üzü frontal tərəfə olmaqla duruş vəziyyətini alır. Sinif isə ondan sol tərəfdə düzlənir. Sırada düzülüş. Sinif 1, 2, 3 və sair sıraya düzül komandası ilə icra edilir. Şagirdlər müəllimin arxasınca düzülürlər. Yenidən düzülüşlər. Düzülüş növünün dəyişdirilməsi ilə əlaqədar şagirdlərin müəllimin komandasına müvafiq yerinə yetirdikləri fəaliyyətdir. Bir cərgədən iki cərgəyə yenidən düzülüşlər. Əvvəlcədən, gəlin baxaq müəllimlər, bir cərgədən iki cərgəyə yenidən düzülüşlər necə yerinə yetirilir? Əvvəlcədən 1-2 say komandasından sonra verilən iki cərgəyə düzül komandası ilə yerinə yetirilir. Bu komanda ilə ikinci nömrələr sol qıçla arxaya bir addım bir sayda edirlər. Sonra sağ qıçla yana 2 sayda və solu sağa 3 sayda birləşdirməklə birinci nömrələrin arxasında dururlar. Beləliklə bir cərgədən iki cərgəyə düzülüş həyata keçirilir. İki cərgədən bir cərgəyə yenidən düzülüş, bir cərgəyə düzül komandası ilə yerinə yetirilir və bütün fəaliyyət əks istiqamətdə icra edilir. Bir cərgədən üç cərgəyə yenidən düzülüşlər. Əvvəlcədən verilmiş 1-3 komandasının 1-3 say komandasından sonra verilən 3 cərgəyə düzül komandası ilə icra olunur. Bu komanda ilə baxın müəllimlər, ikinci nömrələr yerində qalır. Yəni bir cərgədən 3 cərgəyə düzülüş necə yerinə yetirilir? Deməli, əvvəlcədən verilmiş 1-3 say komandasından sonra verilən 3 cərgəyə düzül komandası ilə icra olunur. Bu komanda ilə ikinci nömrələr yerində qalır. Birinci nömrələr sağ qıçla bir addım arxaya. Sonra sol qıçla yana və sağ qıçı sola birləşdirməklə ikinci nömrələrin arxasında dururlar. Üçüncü nömrələr sol qıçla irəliyə bir addım, sağa yana bir addım və solu sağa birləşdirməklə ikinci nömrələrin önünə keçirlər. Birinci və üçüncü nömrələrin fəaliyyəti eyni vaxtda icra edilməlidir. 3 cərgədən bir cərgəyə yenidən düzülüşlər, bir cərgəyə düzül komandası ilə əks istiqamətdə yerinə yetirilir. Bir sıradan iki sıraya yenidən düzülüşlər, bir sıradan iki sıraya düzül komandası ilə yerinə yetirilir. Şagirdlərin fəaliyyəti bu zaman bir cərgədən iki cərgəyə yenidən düzülüşdə, 2, 3 və sair cərgəyə yenidən düzülüşdə olduğu kimidir. Sıravi addım. Sıravi addım nədir? Pəncəsi irəliyə dartılaraq düz döşəmədən 15-20 sm hündürlüyə qaldırılmış ayağın bütün pəncə üzərində dayağa qoyulduğu addım. Sıravi addım nədir? Pəncəsi irəliyə dartılaraq düz döşəmədən 15-20 sm hündürlüyə qaldırılmış ayağın bütün pəncə üzərində dayağa qoyulduğu addım. İrəliyə aparılan qol çiyin bərabərliyində, barmaqlar yarımbükülü yumruq vəziyyətində irəliyə qaldırılır. Digər qol çiyin oynağının imkan verdiyi qədər arxaya aparılır. Hərəkət zamanı baş və gövdə düz saxlanılır. Baxışlar irəliyə istiqamətlendirilir. Dərsdə bu addım növündən istifadə zamanı sıravi addımla marş komandası verilir. Yeriş, adi addım. Yeriş, adi addım.
gərginliyin az olması ilə fərqlənir. Yəni adi addım müəllimlər yeriş gərginliyin az olması ilə fərqlənir. Qıç sərbəst olaraq irəliyə aparılır, pəncə dartılmır, qollar gövdə ətrafında sərbəst hərəkət edir. Dərs prosesində müəllim müxtəlif yeriş üsullarından, baxın məsəl üçün pəncə üzərində, daban üzərində, bitişdirici addımlarla, yarım oturuşda, hücum addımından və s. istifadə edir. Bu zaman müvafiq yeriş üsulu göstərilməklə komanda verilir. Məsələn, pəncələr üzərində marş, bitişdirici addımlarla marş. Marş komandası. İcraçı komandası sağ-sol addım altında verilir. İcraçı komandası sağ-sol addım altında verilir. Hərəkət yerində icra olunduqda yerində addımla marş. Qaçaraq olduqda isə qaçaraq marş komandası verilir. Qaçışdan addıma hərəkətə keçmək üçün müəllimlər, qaçışdan addımla hərəkətə keçmək üçün addımla marş komandası verilir. Sırada irəliləməni müəyyən bir yerdə saxlamaq üçün istiqamətçi yerində komandası verilir. Sırada irəliləməni müəyyən bir yerdə saxlamaq üçün istiqamətçi yerində komandası verilir. Yəni istiqamətçi öndə gedən şagirdə komanda verilir ki, istiqamətçi yerində komandası verilir. Bu komanda ilə istiqamətçi yerində addımlayır. Qalanlar isə irəliyə bir addımlıq məsafə qədər yaxınlaşırlar. İrəliləmələrin sürətini, tempini, ritmini dəyişmək üçün geniş addımlarla marş, qısa addımlarla marş, sürətli addımlarla marş, tam addımlarla marş kimi komandalardan istifadə olunur. İcraçı komanda sol ayaq altında verilir. İrəliləmə zamanı müəllimlər ahəngdar ritmi təmin etmək üçün müəllim 1, 2, sol, 1, 2, 3, 4, sol saymaqla yerişin tempini və ritmini müəyyənləşdirir. Gəlin baxaq ətrafa yeriş. Ətrafa yeriş nədir? Ətrafa yeriş zalın ətrafı ilə irəliləmə. Baxın, adından da görüldüyü kimi zalın ətrafı ilə. Ətrafa yeriş. Burada açar söz zalın ətrafı ilə irəliləmə, sağ-sol ətrafa addımla marş. Bu zaman icraçı komanda istiqamətçinin zalın istənilən sərhədinə çatdığı zaman verilir. Ətrafa yeriş, zalın ətrafı ilə irəliləmə, sağ, sol, ətrafa addımla marş. Bu zaman icraçı komanda istiqamətçinin zalın istənilən sərhədinə çatdığı zaman verilir. Diaqonal. Zalın və meydançanın diaqonalı üzrə irəliləmə, diaqonal üzrə marş komandası ilə icra olunur. Zalın və meydançanın diaqonalı üzrə marş komandası ilə icra olunur. İcraçı komanda istiqamətləndiricinin zalın hər hansı küncünə çatdığı anda verilir. Əksinə yeriş. Əksinə yeriş müəllimlər, istiqamətçinin ardınca irəliləyən sıra əks istiqamətə. Baxın, əks istiqamətə. Əksinə yeriş, istiqamətçinin ardınca irəliləyən sıra əks istiqamətə. Sola, sağa
əksinə marş komandası ilə yerinə yetirilir. İlanvari yeriş. İlanvari yeriş müxtəlif saylı əks istiqamətli yerişdən ibarətdir. Burada müxtəlif saylı, yəni ilanvari yerişə müxtəlif saylı sözünü açar söz kimi yadda saxlayaq. Müxtəlif saylı əks istiqamətli yerişdən ibarətdir. Sıranın ilanvari yerişə istiqamətlənməsi sola, sağa, əksinə marş komandası ilə başlayır. Bu yeriş eninə, uzununa və diaqonal istiqamətdə icra edilə bilər. Dairə. Bu halda irəliləmə sağa, sola, böyük, orta, kiçik dairə üzrə marş komandası ilə icra edilir. Dairə. Bu halda dedik ki, irəliləmə sağa, sola, böyük, orta, kiçik dairə üzrə marş komandası ilə icra edilir. Çarpaz irəliləmə. Çarpaz irəliləmə müəllimlər, irəliləyən iki sıranın zalın hər hansı nöqtəsində kəsişməsidir. Çarpaz irəliləmə nədir? İrəliləyən iki sıranın zalın hər hansı nöqtəsində kəsişməsidir. Bu zaman şagirdlər irəliləmə ritmini və tempini pozmadan kəsişmə nöqtəsini növbə ilə keçirlər. Çarpaz irəliləmə müxtəlif variantlarda icra oluna bilər. Məsələn, mərkəzdə çarpazlaşma ilə marş, sola və sağa bir-bir çarpazlaşaraq marş, mərkəzdən 2-2 çarpazlaşaraq marş. Bölünmə. Bölünmə nədir? Bölünmə müəllimlər, sıranın 2, 3 və daha çox sıralara bölünməsi. Yəni bir sıradan 2 və sair sıraların olmasıdır. Bölünmə nədir? Sıranın 2, 3 və daha çox sıralara bölünməsi, yəni bir sıradan 2 və daha çox sıraların olmasıdır. Bölünmə düz, çəp və dairəvi istiqamətdə icra edilə bilər. Birləşmə. Birləşmə bölünmənin əksinə olan hərəkətdir. Yəni iki sıra eyni bir sırada birləşir. Bu zaman mərkəzə doğru 1-1, 2-2, 3-3 marş komandasından istifadə edilir. Seyrəlmə nədir? Seyrəlmə düzülüş zamanı məsafə və intervalın artırılması ilə əlaqədar şagirdlərin fəaliyyətidir. Seyrəlmə düzülüş zamanı məsafə və intervalın artırılması ilə əlaqədar şagirdlərin fəaliyyətidir. Sıxlaşma nədir? Sıxlaşma. Sıxlaşma seyrəlmiş düzülüşdə məsafə və intervalı azaltmaqla əlaqədar şagirdlərin fəaliyyətidir. Sıxlaşma seyrəlmiş düzülüşdə məsafə və intervalı azaltmaqla əlaqədar şagirdlərin fəaliyyətidir. Hərəkətlər müəllimlər addımla və ya qaçaraq yerinə yetirilir. Hərəkətlər addımla və ya qaçaraq yerinə yetirilir. Addımla hərəkətin normal sürəti dəqiqədə 110-120 addımdır. Addımla hərəkətin normal sürəti dəqiqədə 110-120 addım. Addımın ölçüsü
70-80 santimetr olmalıdır. 70-80 santimetr olmalıdır. Addımla hərəkətin normal sürəti dəqiqədə 110-120 addım. Addımın ölçüsü 70-80 santimetr olmalıdır. Qaçaraq hərəkətin normal sürəti dəqiqədə 160-180 addım. 165. Qaçaraq hərəkətin normal sürəti dəqiqədə 165-180 addım. Addımın ölçüsü isə 85-90 santimetr olmalıdır. 85-90 santimetr olmalıdır. Addımlar müəllimlər iki cür olur. Addımlar iki cür olur. Sıra addımları bir də səfər addımları. Addımlar iki cür olur. Sıra addımları bir də səfər addımları. Sıra addımları bir də səfər addımları. Səfər addımları ilə hərəkət edərkən fərağat komandası ilə sıra addımlarına keçilir. Səfər addımları ilə hərəkət edərkən fərağat komandası ilə sıra addımlarına keçilir. Sıra addımları ilə hərəkət edərkən azad komandası ilə səfər addımlarına keçilir. Sıra addımları ilə hərəkət edərkən müəllimlər pəncə yerə paralel, ayaqqabının burnu dartılmış vəziyyətdə gətirilməli, ayaq yerdən 15-20 santimetr qaldırılaraq yerə pəncə daban üstündə möhkəm basılmalı və dərhal o biri ayaq yerdən aralanmalıdır. Sıra addımları ilə hərəkətdə barmaqlar yarım bükülmüş vəziyyətdə, ovucun içi yerə baxaraq qollar ilkin vəziyyətdən, dirsəklər bükülmədən irəli çiyin səviyyəsinə və geriyə tam arxaya qədər açılır. Dedik ki, sıra addımları ilə hərəkət edərkən pəncə yerə paralel, ayaqqabının burnu dartılmış vəziyyətə gətirilməli, ayaq yerdən 15-20 santimetr qaldırılaraq yerə pəncə daban üstündə möhkəm basılmalı və dərhal o biri ayaq yerdən aralanmalıdır. Sıra addımları ilə hərəkətdə barmaqlar yarım bükülmüş vəziyyətdə, ovucun içi yerə baxaraq qollar ilkin vəziyyətdən, dirsəklər bükülmədən irəli çiyin səviyyəsinə və geriyə tam arxaya qədər açılır. Səfər addımları ilə hərəkət edərkən ayaqqabının burnunu dartmadan ayağı sərbəst qabağa çıxarmalı və yerə adi hərəkətdə olduğu kimi basmalı, qolları irəlidə kəmər səviyyəsinə qədər qaldırmaqla sərbəst hərəkət etməlidir. Dönmələr müəllimlər iki sayda yerinə yetirilir. Birinci sayda sıra duruşunu saxlayaraq ayaqları dizdən bükmədən dönməli, bədənin ağırlığını qabaqdakı ayağın üstünə keçirməli. Birinci sayda sıra duruşunu saxlayaraq ayaqları dizdən bükmədən dönməli, bədənin ağırlığını qabaqdakı ayağın üstünə keçirməli. İkinci sayda o biri ayağı ən qısa yolla qabaqdakı ayağın yanına qoymalı.